Sporlaşıblar. Ondan sonra da atası bıçaqla vurub. Elə də gəldim ki, yoxdur. Onu dedi ki, mən cana yığdı. Bunu dedi. Bax, bu axır sözü bu oldu ki, məni cana yığdı. Niyə, nə işə bilmirik. Həm sporlaşırlar, həmişə sporlaşır, həm sporlaşırlar. Bu nə qədər tez-tez mübahisələr oldu ata-bala? Nəm elə yoxdur, nə belə bir yüngül var, nəm elə belə deyinirdilər də, nə? Yox, amma belə şey, belə həddə yox. Vurulan sərxoş olubdu. İndi atasını tam dəqiq bilmirəm. Deyirlər, yox, işdən gəlib, deyirlər, sərxoş olmur. Gədəbəy rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gədəbəy rayon Slavyanka kənd sakini 59 yaşlı İlqar İlyasov saxlanılaraq istintaqa təhvil verilib, zəruri araşdırmalar davam etdirilir. Qeyd edək ki, hadisəni törədən ata 59 yaşlı İlqar İlyasov bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Öldürdüyü oğlu ilə birlikdə Slavyanka kəndində özünə məxsus evdə yaşayırmış. Qətlə yetirilən 37 yaşlı Rəşad İlyasov subay olub. Ailənin kənddə təsərrüfat ilə məşğul olduğu bildirilir. Mərhumun meyti məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin publik hüquqi şəxsin rayon şöbəsinə təhvil verilib. Hadisə yerinə Gədəbəy rayon polis şöbəsinin əməkdaşları cəlb edilib. Meyit müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib. Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.